Bu bizim ləvəngimizdir. Bunun tərkibində nə var? Soğandır, qozdur. Biraz da azca da düyəm turşusundan vurmuşam. Biraz da biz buna mövsümlə əlaqədar badımcan vurmuşam. Badımcanı soğanı qovurmuşam, qatmışam. Deməli kükü bişiririk. Ləvəngi kükü. Ləvəngi küküsü dostlar. Bəli. Yaxmasın. Kənd həyatı tam başqa uşaqlar, orqanik Azərbaycan milli mətbəxi bizə qalıb nənələrimizdən, analarımızdan. Biz də bunu yaşatmaq nədir? Borcumuzdur. Yaxşıca qarışdırırıq. Ümumiyyətlə niyə görə məhz Bakıda, şəhərdə belə yeməklərin dadını almaq olmur? Çünki kənddə, rayonlarda, həyətlərdə bir çox meyvələr var və bu meyvələr fərqli yeməklərin naçinkasında istifadə olunur. Ona görə fərqli dadlar kənddə və rayonda. Sağlayıram bütün rayon və kənd uşaqlarına Allah sizləri var eləsin. Közdə pişəcək bu yeməyimiz. Çox maraqlı bir bişmə sulu var. Nehrə yağıdır. Təmiz nehrə yağıdır. Közün üstünə dəmir, dəmirə tava. Gözəlliyə bax. Gör nə maraqlıdır. Qəşəng qızdırmış olub bu tavanı. Onu da qoyuruq onun üzərinə. Buyur. Bu da belə. Anamız deyir biraz da bastır bunu. Belə vəziyyət nədir? Vəziyyətə baxaq. İnşallah like düşürsə bu gözəl sənət əsərinə bir dənə like, bir dənə yorum yazın olmasa ki videolarımız düşsün. Bizim də videolar bir çoxlarına qarşısına çıxsın. Bu bizim ləvəngi küşümüz. İstedi. Soyar yersin. Gözlə bilməli, iyi. Amma əllərimə sağlıq, bu nə daddır? Masallıya aid olan ləvəngi küşü. Mükəmməl uşaqlar. Yeməklərimiz hazırdır. Siz də hazırlayın. Nuş edin dostlar. Çox sağ olun. Sağ ol.